Bugünkü OTK suallarımızın təhlilinə baxırıq. Deməli, birinci sualımızda The news about extreme weather. Bu tərz cümlələrdə mübtədamız iki isimlə ifadə olunubdur. Bu zaman nə edirik? Söz öndən əvvəl gələn ismə baxırıq. İsmimiz təkdə olduğu üçün demək ki, xəbərimiz tək olacaq. Birinci testimiz doğrudur. 57-ci testdə sifətin üstünlük dərəcəsi Z artiklı ilə işlənilir. In the world, bu da bizim ifadələrimizdendir. In the world. Demək ki, ikinci testimizdə də C variantıdır, düzdür. 58-ci testdə search axtarmaq deməkdir. Fortune şans deməkdir. Bravery cəsarət deməkdir. 3-ə gəlir courage sözü, A gəlir. Search axtarmaq sözünə gəlir. Attempt to find something. Find something, bəli, olar. Düzgün gəlir. Fortune sözünə isə chance or luck uyğun gəlir. Düzgün cavabdır. B, C, A düzgün cavabımızdır. Düzgün cavab A bəndi. 59'da the white car over there. Oradakı ağ maşın is. İndi cümləmiz vergül ilə bitibdir. Biz burada isimlə işlənən formaları verə bilmərik. Getdi. C bəndi də getdi. İsimsiz işlənən forma verəcəyik. D bəndinin ikinci tərəfində yenə də isim yoxdur, getdi. Düzgün cavabımız B variantıdır. Ağ maşın oradakı is mine, mənimkidir. Not yours, səninki deyil. Keçək digər hissəyə. Yerlik halı istəyir bizdən. Baxaq, the girl has got olduğu üçün burada bir getdi. Jane's relatives, Jane'in qohumlarının ikini demək götürə bilərik. Anne's answer, Anın cavabı please, razı saldı hər kəsi. 3'ü götürə bilirəm. Stella and Kevin's brother. Əgər mən Stella'da və Kevin'də ikisində də apostrof s varsa, mənim xəbərim burada have olmalıydı. Ona görə 4 səhvdir. Düzgün cavabımız 2, 3, E variantı. 61-ci testdə we stayed in the countryside. Biz kənd ərazisində qaldıq. Baxaq cümləmizə. So long yarımçıqdır ifadə. Much özündən sonra müqayisə dərəcəsi istəyir, getdi. Longer as ilə birləşməz. More müqayisə, müqayisə olmaz. Düzgün cavabımız E bəndi. Şərh-budaq cümləsi bağlayıcısıdır. As long as mədikcə deməkdir. To make someone upset or angry by saying or doing something rude or unkind. Kimisə məyus edirsən və yaxud da acıqlandırırsan, saying or doing something, nəyisə cobut, qəddar şəkildə deyərək. Bu sözün deməli, cough östürmək olmaz, sinik askırmaq olmaz, spread yayılmaq olmaz, please razı salmaq olmaz. Best matches, ən yaxşı uyğun olan söz nədir? Offend sözüdür. A bəndi, düzgün cavabımız. 63-cü testdə when the video blogger uploaded. İki tərəfdə də boşluq var. Uzlaşmanı özümüz aparıq. Və burada when var. When'dən sonra gələcək zamanı verməyəcəm. Getdi. When indiki bitmiş zamanla işlənməz. Getdi. Baxaq. Cümləmdə heç bir sinsi yoxdur. C bəndi keçmişlə indiki uzlaşmaz. Getdi. B bəndində keçmiş ilə indiki sadə zaman uzlaşmaz. B bəndi də getdi. Keçmiş sadə E variantı düzgün cavabdır. When the video blogger uploaded the video, videonu yükləyəndə his subscribers watch it. Ardıcıl baş verdi, keçmiş sadə zaman qaydasına burada tətbiq olunubdur uzlaşması. We have got, petrol görürsünüz, heç bir cəmlənmə falan yoxdur. Ona görə C variantını çıxartdıq. Və cümləmin sonuna baxıram. Cümləmin sonunda da we need to stop and get əldə etmək. Nə? Söhbət petroldan gedir də. Əgər söhbət petroldan gedirsə, mən burada mainini verə bilmirəm. Sayılmayan isim olduğu üçün fuel'u verə bilmirəm. Qalıram A və B variantı arasında. Bizim az petrolumuz var ki, biz birazına ehtiyac duymuşuq. Ona görə düzgün cavab B variantı. 65-ci testdə ekvivalent bərabərlik deməkdir. Yəni sinonim sözünə bərabərdir ekvivalent sözü. Ona görə made something mistake, nəyisə səhv etmək, elə A bəndi düzgün cavabdır. Did something wrong deməkdir. Sonra as soon as the flood, as soon as'dan sonra gələcək zaman işlənməz. D variantını çıxartdıq. People left their houses. Tərk etdi, keçmiş zamandadır.
Demək cümlə belədir ki, daşqın başlayan kimi insanlar tərk etdi. Left keçmiş zamanda olduğu üçün B bəndi də indiki zamandadır getdi, C bəndi getdi. İndiki davam edici zaman getdi. Düzgün cavabımız E variantı. Started left. Başladı, tərk etdi. 66-cı testdə they couldn't take passengers cəmdədir və cümləmdə deməli var, inkarlıq var, iki inkar olmaz. Sam təsdiq cümlələrdə işlənir. Burada mənim ismim var. Eyni vana ehtiyac yoxdur və eyni ən düzgün cavabdır. Everydə şərti ödəmir. Ən düzgün cavab B variantıdır. Antonimlər istəyir. Polite, nəzakətli, rude, kobud bir düzdür. Rauti, cooked, pişmiş. Çiğ bişmiş 2 düzdür. Diligent çalışkan, hardworking çalışkan deməkdir. İkisi də 3 səhvdir. Measure əksər deməkdir. Maində measure əksər əsas getdi. Essential necessary bu da getdi. Bir də baxıram testdə polite nəzakətli, rude, kobud, raw, çiğ, cooked, pişmiş, diligent, çalışkan, hardworking, çalışkan, measure əsas, main əsas, essential əsas, necessary əsas. Düzgün cavabımız 1 və 2-dir. Keçək digər testimizə. Deməli, wanted axtarılır, part-time cashier, part-time bilirsiniz, yarı zaman, location, yerləşmə, city martda, requirement, tələblər, good communication, yaxşı ünsiyyət bacarığı, skills bacarığı, basic math and customer service experience preferred. Yəni, riyaziyyat və müştərilərlə təcrübəyə, service experience, xidmət təcrübələrinə üstünlük verilir ki, o şəxslər olsun ki, təcrübəsi olsun. Flexible hours istənilən saatda, yəni işləyə bilər. Məsəl üçün, səhər 9-dan 1-ə də işləyə bilər, 1-dən 6-ya da işləyə bilər. Deməli, not only full time, but also part time. Amma burada birbaşa part time istəyib A getdi. A good math teacher with communication skills. Müəllimdən söhbət getmir. Application, no previous experience. Təcrübə deyir, öncül bir təcrübə istəmir. Xeyr, burada deyir ki, customer service experience preferred. Demək ki, D bəndi də getdi. E bəndinə only students are allowed to apply for the part-time cashier. Sadəcə tələbələr. Baxın, burada tələbələr sadəcə tələbələrdən danışırmı? Elə bir şey yoxdur. Someone, kimsə with communication and math skill. Ünsiyyət və riyazi bacarıqları olana iznidir, ehtiyac var. Düzgün cavabımız C bəndi. Join our interactive and fun summer courses. Bizim interaktiv yay kurslarımıza qoşulun. For kids and teens, uşaqlar yeniyetmələr üçün. Our qualified teachers, bizim ixtisaslaşmış müəllimlərimiz provide interesting lessons. Deməli, maraqlı dərslərlə təmin edəcək sizi. Students enjoy cultural activities. Tələbələr zövq alır cultural activities and games, oyunlardan və fəaliyyətlərdən. Visit our site to register, qeyd olmaq üçün qeydiyyat üçün bizim saytımıza başvurun. Baxaq E variantından birbaşa. The course offers language learning and cultural activities. Offers, təklif edir. Language learning. Var idi mi language learning? Elə bir şey, interesting lesson vardı. Student enjoy. Belə bir şey yox idi. Students older than 18 can also apply this course. Baxın, uşaqlar və teenlər. Bu düzgün cavab ola bilər. Baxaq, teachers in the course are not qualified. Belə şey olmaz, ixtisaslaşmamışdır. B-də the course doesn't offer, təklif etmir ümumiyyətlə. No register, xeyr, düzgün cavabımız elə D variantıdır. Getdik 71-ci testdə. I wanted to tell you about the environmental camping we held at school last week. Keçən həftə məktəbimizdə keçirilən kamp haqqında məlumat verir. We cleaned the park, planted trees and made posters about pollution. It was inspiring to see everyone working together for the plant. Inspiring, ruhlandırır deyir hər kəsi. Working together for the planet. For the planet. Planetimiz üçün, yəni birlikdə gördüyümüz işlər hər kəsi ruhlandırırdı. Getdik, birbaşa variantdan başlayaq görək. The posters were made by Alex. Bu kimdirsə
Alexə yazıbdı. Dear Alex, əziz Alex. Ona görə E variantı getdi. Burada isə deyir ki, poster hazırlanıb Alex tərəfindən. Baxaq, Ella felt proud of environmental activity. Ella qürur hiss edirdi. Bəli, bəndə elə düzgün cavabdır. Ella didn't enjoy the camping at all. Kampdan zövq almırdı, getdi. Plant trees with Ella. Xeyr, Alex orada yoxdur. Is asking Alex to join the. Xahiş edir, olub bitibdir. Mətnimizə baxaq. In the future, gələcəkdə, more people, əksər insanlar. Gəlin mətnin birbaşa variantlarını deyək. Deməli, mətnimizin sualları hamısını düz yazıbdır Nuray. Təzədən bir də baxaq. 1-də A idi, 2-də E bəndidir, 74-də D bəndi düzdür, 75-də isə B bəndi düzgün cavabdır. Düşünürəm ki, mətni təhlil etməyə ehtiyac yoxdur. Siz artıq bunu işləmisiniz. Əgər ehtiyac olsa, şərh bölməsinə yazın, mətni təhlil edim sizin üçün. Keçək digər səhifəyə. Baxaq, varmı yenə? 76-cı testimizdə isə düzgün cavab 1 və 2-dir. Baxaq listeningimizə.